keçənlərin, maşın karvanlarının demək, maneəsiz hərəkət eləməsi üçün nəsə şərait yaratmaq istəyirdilər. Lakin doğrudan da bu çox artıq gecikmiş bir cəhd idi və bu cəhdi onun üçün içinə operator, reporter olmaq lazım deyildi ki, bunu görəsən. O son döyüşdə artıq torpağın itirildiyi görünür, açıq-aydın görünürdü. Həmin gün qar da yağırdı, güllə də, göz yaşları da. Bu yağmurlu havanın bütün səhnələri faciəli idi. Bu təsvirlərə baxmaq da, o anların dəhşətini yaşayanların halını təsəvvür eləmək də çox çətindir. Ən ağır reys aprelin 1-də oldu ki, Kəlbəcərdən cəmaatı biz qaçqınları çıxardanda içəridə vertolyotda oturmuşlar uşaqlar, balaca uşaqlar, bu qadınların arxasında uşaqları bağlamışdılar bellərində. Evdən heç nə getirmirlər, bir də boxçayla ya da ki, bir də balaca çamadanla oturdular vertolyotda ki, bu erməni faşizmin əlindən qutarsılar özlərini, qaçsılar. Elə çətin vəziyyətlərdir ki, cəmaat hətta hazır idi ki, o çarxdan asılsın, erməni əlindən çıxsın orada. Millət dolu idi. Qəraz ki, belə oldu ki, aprelin 1-də 30-35 nəfərə qədər adam, indi elədir ki, bilirsiniz, orada baxmırsan ki, məsələn, mümkündür bu vertolyota oturmaq, bizə elə lazımdır ki, tez çıxartmaq cəmaatı. Bizi vurdular, ağır vurdular da. Sonra vertolyotun içində 3-ünü yaraladılar, 2 dənə qadın, 1 dənə kişi. Bir dənə qadın vertolyotun içində həlak oldu ki, nə üçün o mərmi partladı ayağında, belə Şarikovi mərmiləri partladı, qadın həlak oldu. Sonra vertolyotu güclə getirdik, indiyəcəklə Yevlaxdadır, gəldik, sağ-salamat doğrudan da ki, deyir, çatdırdı bizi Yevlaxa. Çatan kimi də ki, mühariki dayandı. Elə bir ki, at öz yerinə çatandan sonra ki, dayanlar, bu da elə oldu. Qəraz, ən çətini o idi. Deyirəm, 5-ci vurulan günüm o idi ki, 4-dən heç hiss eləmirdim. 4-cü, gördüm ki, düşmən qabağımdadır, mən də onun üzbəyözü, amma bunu mən görmədim, nə düşməni gördüm, nə kim vurdu görmədim ki, bir də onu gördüm ki, o BTR-dən başladılar zenit qalan vurmağa. Kəlbəcərin işğal olunması səbəblərindən çox danışmaq olar. Mən yalnız bir səbəbdən danışacağam. Biz müharibəyə tam